İlkin ödəniş almadan. İstər rayon, istər şəhər. Məhsul sizə çatdırılır, təhvil alıb ödəniş edirsiniz. Burada da baxın belə sadə yataq dəstələri. Bunların təkə taxtı neçədən başlayacaq? Tək nəfərliklər 20 manat, cüt nəfərliklər 25 manatdan başlayır. Qiymət olaraq yastıqlarda minimum neçədən başlayır? 10 manatdan başlayan qiymətlərindəndir. Yastıqları da var, gəlin Home markasına məxsus olan yataq dəstlərimiz, pastel dəstlərimiz, yüksək keyfiyyətli məhsullardır. Fərqli rəng çeşidləri var. Eyni məhsulun, eyni pakroval ölçüsünün fərqli rəng tonları da var ki, yenə Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün qum dağıtdım. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toplantıdan, ev tekstil toplantıdan detallı video hazırlayıq. Solda hava küləklidir, onun üçün tez ünvanı deyim. İnşallah keçid edirik içəri. Bazı yerləşir Abşeron Ticarət Mərkəzi, Abşeron Mall arasında. Korpus 2, mağaza nömrəsi 5. Gəlin Ev Tekstil mağazasıdır ki, burada ev tekstilinə aid bütün çeşidlər demək olar ki, satışda var. İnşallah içəri keçib ümumi olaraq mağaza haqqında, çeşidlər haqqında, qiymətlər haqqında WhatsApp qrupda var ki, ondan satış eləyənlər mağazalara qoşulub rahat şəkildə bütün məhsulları, qiymətləri ilə bir yerdə öyrənə biləcək. İndi isə tez keçək içəri. İçəri keçmədən öncə isə kanala mütləq abunə olun, videomuzu bəyənin və ətrafınızda tekstil satışı, cehizlik alan, yeni ailə quracaq şəxslər varsa da bu videonu onlarla da mütləq paylaşın, getdik. İndi isə mağaza əməkdaşı Fizzə xanım bizi qısa olaraq ümumi mağaza haqqında məlumat verəcək. Hansı çeşid məhsullar var, məhsullar haradan ixal olunur. Daha sonra isə girişdən sol tərəfdən başlayaraq inşallah bütün çeşidləri və qiymətlərlə qısa hansı qiymətlərdən başlayır onları sizlərə təqdim edəcəyik. Salam, xoş gəlmisiniz. Tekstil sayəsində gəlin tekstil olaraq 10 ilə yaxındır ki, fəaliyyət göstəririk. Məhsullarımız Pekindən, Türkiyədən ixal olunur və hər çeşiddə, hər zövqə, hər bütçəyə uyğun məhsullarımız var. Məhsullarımız var ki, ədyallarımız başlayır 15 manatdan, pakırvallar çeşidlərimiz başlayır 25 manatdan, yataq dəstlərimiz var, tekstilə aid olan hər şey. Həm gündəlik istifadə üçün, həm cehizlik üçün bütün məhsullarımız var. Yüksək keyfiyyətli və münasib qiymətlər. Səhifələrimizdə keçid edib baxa da bilərsiniz. TikTok səhifəsində hər gün demək olar ki, canlı yayınlar yaradılır. Bəli. Instagram səhifəmiz aktiv olaraq endirim kampaniyaları keçirdir. Keçid edib baxıb izləyə də bilərsiniz. Bütün çeşid, kateqoriya çeşid, ev tekstilinə aid bütün çeşidlər var. Bütün çeşidlərimiz var. Az yaşlıdan tutmuş, orta yaşlı üçün də, yaşlılarımız üçün də hər zövqə uyğun var. İndi isə çox uzatmayaq inşallah girişdən. Sağ tərəfdən başlayaraq sizə mağazada olan çeşidləri təqdim edəcəyik. Daha sonra isə inşallah bir-bir bütün məhsulları göstərib qiymətlərini deyəcəyik. Deməli dostlar, indi başlayırıq girişdən, sol tərəfdən. Sağ tərəfdə ədyallar idi. Mövsümü demək olar ki, artıq bitmək üzrədir. Hal-hazırda hansı ki, güncəl cehizliklərdə istifadə olunan pakroval dəstələrdə həm gündəlik, həm də cehizlik üçün qeyd etdiyi kimi Fizzə xanımın məhsul çeşidləri var ki, burada əsasən böyük küpurundan filan əsasən dekorativ dekor olaraq istifadə olunan yataq dəstələridir ki, pakrovallardır ki, burada da pakrovallar həm Türkiyə, həm Pekin istehsalı olan çeşidlər var. Qiymət olaraq gördüyünüz bu çeşidlərimiz minimum olan çeşidləri burada olanlar 50 manatdan başlayan qiymətlərdir. 50 manatdan başlayır və parça olaraq da 3 parçadan. 3 parçalıq da var, 4 parçalıq da var, 6 parçalıq da var. Pastellləri ilə dəst olan yataq dəstlərimiz də var. Bu da yenə avtomatik olaraq qiymət təsir edən amillərdəndir ki, parça sayı, içəri isə, predmet sayı artdıqca bu da qiymətə təsir edir, düzdürmü? Bunlar Laura Grand markasıdır gördüyünüz kimi. Bunların parçasından nümunə olaraq desə, bunlar neçə parça gedir? 6 parçadan ibarətdirlər. 6 parçadan ibarətdir. Yəni yorğan üzü 2 yastıq, 4 yastıq. 4 yastıq üzü ilədir, 2 istifadəsi üçün 2 dekorluqdur, mələfəsidir, yataq örtüydür. Ölçülər də bizdə çox məhsullarımızda evro ölçüdədir. Evro ölçü 2.20, 2.40-a, 2.40-ın 2.60-a. 2.40-ın 2.60-a. Daha sonra rəng çeşidləri olaraq yenə fərqli rəng çeşidləri var. Eyni məhsulun, eyni pakroval ölçüsünün fərqli rəng tonları da var ki, yenə evinizin, yatağınızın, otağınızın dizaynına uyğun olaraq bunu dəstləşdirə bilərsiniz. Daha sonra burada xalat dəstləridir ki, xalat dəstlərinin də həm xanımlar üçün olan, həm bəylər üçün olan rəng tonlarında çeşidləri var. Bunlar damaşniklə, tərliklə olan çeşidlərdir. Bunların irəlidə mən görmüşdüm, sadə çeşidlər də var, düzdürmü? Ümumi olaraq deyəsi olsaq, dəstlərimiz 4 parçalı. 3 parçalılar neçədən başlayır, 4 parçalılar neçədən başlayır? 45-55 manatdan başlayan qiymətlərləndir. Hər zövqə, hər bütçəyə uyğun var. Dediyimiz qiymətlər topdan qiymətlərdir, yoxsa? Yox, pərakəndə qiymətlərdir. Topdan qiymətlər, yəni top mağazası olanlar, onlayn mütəmadi satış edirsinizsə, topdan qiymətlər fərqli olacaq. Yəni, qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb, bununla bağlı daha detallı məlumat ala bilərsiniz. WhatsApp qrupda var ki, qrupa qoşulub, yəni oradakı paylaşımlardan da izləyə bilərsiniz.
Daha sonra başlayır buradan yataq dəstləri. Yataq dəstlərinin uşaqlar üçün olan teksturada olan çeşidləri var. Tək nəfərlik gənc oda çeşidləridir. Həmçinin də ailəvi setlər, nə bilim 2 nəfərlik, tək nəfərlik və s. Uşaq teksturalarında ümumiyyətlə tək nəfərliklər neçədən başlayır pambıqlar? 30 manatdan başlayır. Türkiyə istehsalı tək nəfərlik pastellərimiz 30 manatdan başlayan qiymətlərindəndir. Türkiyə istehsalıdır. Pambıq Ramfors parça ilə olar deyə düşünürəm. Əvvəllər mən də biraz satışını eləmişəm. Azdan çoxdan biraz məlumatım var. Yataq dəstləri çeşidləri çoxdur. Burada da var, irəlidə də var. İnşallah həmçinin mağazanın Gəlin Home brendinə aid olan Bəli. tekstlərdə. Türkiyə Qısa olaraq onun istehsalı haqqında Gəlin da elə- Home markasına məxsus olan yataq dəstimizdir. Tək satışı bizdədir. 5 ildir ki, bu firma ilə işləyirik. Keyfiyyətlə bağlı nə müştərilərimizdə, nə özümüzdə bir narazılıq olmayıb və firmanın çeşid olaraq rəng çeşidləri də mövcuddur. Ən çox fəaliyyət göstərdiyimiz, ən çox satış elədiyimiz məhsullardan biri yataq dəstidir. Yastıqları da var. Gəlin Home markasına məxsus olan yataq dəstlərimiz, pastel dəstlərimiz yüksək keyfiyyətli məhsullardır. Canlı yayımda hədiyyə ən çox da yataq dəstinin üzərində açılır və endirim kampaniyası ən çox yataq dəstinin üzərində olur. Yataq dəst qiymətini deyə biliriksə, elə pərakəndə satış qiymətini Pərakəndə satış qiyməti canlı yayımlarda 120 manat olur. 120 manat. Daxildir döşək, 2 yastıq 2 və nəfərlik yorğan. döşək, 50-nin 72 ədəd yastıq, 2-nin 220-yə yorğanı. Dəst şəklində 120 manat təşkil edir. Hazır bu şəkildə də qablaşdırmadadır ki, rahat şəkildə Bəli, daşınması ünvana da, çatdırılması da mövcuddur. ünvana çatdırılması. O da Bəli. gedir, hər dəfə qeyd edirik, unutdum bu dəfə. Regionlara, buradan işləyən yəqin ki, yük maşınları Bəli, bəli, vasitəsilə bəli. göndərilir. Şəhər daxil olduqda isə Öz mağaza kuryerimiz çatdırır ünvana. hər mağazada yoxdur. Şəhər daxili ünvanlar çatdırmalar çoxunda, yəni müştəri tərəfindən qarşılanır bu. Üstünlüyümüz qiymət də odur ki, mağaza ünvana çatdırılır, həm də ki, ilkin ödəniş almadan. İstər rayon, istər şəhər. Məhsul sizə çatdırılır, təhvil alıb ödəniş edirsiniz. Öncədən Qapıda ödəniş ödəniş. tələbin, bəli. Anına görə. Məhsul təhvil alınandan Bəs sonra ödəniş kredit olunur. məsələləri Ferrum Kapitalla və yaxud da bir bankla var, yoxsa hələ Tam kart və Aktivdir. bil kartla aylara bölmə, taksit kartları ilə aylara bölmə var. taksit kartları ilə də ödənişlər qəbul olunur ki, yenə də rahat şəkildə cehizlik, daha böyük summalarda, ümumi alışlarda taksit kartları ilə alış edib rahat şəkildə böldürüb istifadə edə bilərsiniz. Daha sonra növbəti belə bir Gəlin Home həmən brendinə aid qeyd etdiyimiz yataq dəstləridir ki, burada da yenə tək nəfərli və taxt olmaqla çeşidləri var, düzdür? Tək 7 tonlar da var parçadan qarşıda. ibarətdir. 2 yorğanlıdır onlar. Ha. 4 yastığı üzü ilə Ailə seti olanlardır. gedir Bəli, deyəsən. bəli. Bunlar ailə seti gedir. Ailə seti, dəstlərdir, material sətin. 100% sətindir. Həm Pambıq olanları da var. Həm tək rəng olan çeşidləri var. Düzdür? Adına tonludur, amma rəng tonları var. Rəng çeşidləri var. Fərqli rəng, qara ya qırmızı Bəli, var. hər rəng tonlarında var. Hər zövqə uyğun məhsullarımız var. Tək rəng olan çeşidlər də var. Həmçinin yenə fərqli teksturanla olan rüsumkada olan çeşidlər də var. Yenə bu məhsulların da. Bunlarda minimum neçədən başlayır? 55 manatdan. Ailə seti yoxsa Ailə seti. Ailə seti 55 tək manatdan başlayır. nəfərli taxt? Tək nəfərliklərimiz başlayır Türkiyə istehsalı 29-30 manatdan, taxt üçün olanlar Türkiyə istehsalı başlayır 34 manatdan. Növbəti isə burada Xanzadə brendinə aid olan yataq dəstləridir. Burada da yenə bir fərqli teksturada olan material olaraq indi Pambıq materialdır. pambıq materialdır. Yenə də hər dəfə qeyd edirik ki, mütəmadi əgər satışını edirsinizsə mütləq ən azından mağazaya, bazara mala gəldikdə və yaxud da alışa gəldikdə bir dəfə mağazada olun, materiallarına, keyfiyyətinə baxıb, daha sonra isə mağazaya gəlmədən belə rahat şəkildə öz ünvanınıza sifarişinizi verə bilərsiniz. Burada da yenə bir fərqli çeşid pambıq materialdan olan çeşid Gəlin Home brendinin markalardır. Daha sonra arxada yastıq və burada yay örtüklərdir. Yoxsa bunlar Bəli. yaz, payızlıq, nəzik, burada da pakrival örtüklərdir. Fərqli rəng tonlarında olan çeşidlər var. Həmçində yastıq çeşidlərdir. Yastıq çeşidlərində bambu, siliylə olan var, ortopedik olan var. Bunlar ortopedik gedir, səhv eləmirəmsə, düzdür? Bəli, ortopedik yastıq. Başın formasına uyğun formanı alır ki, yəni boyunda, nə bilim, astraxandroz və s. kimi problemli olanlar bu kimi yastıqlardan istifadə eləyə bilər. Daha sonra digər fərqli, yenə də içərikli, quşu olsun, tük və yaxud da sintifon içərikli, bambu içərikli olan yastıq çeşidləri var. Həm vilur üzlü ilə olan, parçayla olan çeşidlərdə, həmçinin də belə fərqli, yəni səthi materialından pambıq parçalan olan üzlüklərdir. Qiymət olaraq yastıqlarda minimum neçədən başlayır? 10 manatdan başlayan qiymətlərindəndir.
10 manatdan başlayır. Pərakəndə satış qiyməti, yenə topdan alışda qiymətlər fərqli olacaq. Bunlara da burada bir 10-a yaxın fərqli yenə yastıq çeşidi var. Bunlar tək yorğanlardır, yoxsa dəstin yorğanlar? Dəstlərdir. Dəst şəklində də əldə edə bilərlər. Tək-tək də satışı mövcuddur. Həm yorğanın, həm döşəklərin. Bəli, yastıqların da, yorğanın da, döşəyin Tək də. döşək axtaranlar, tək döşək istəyənlər həm şəxsi istifadə üçün, həmçinin satış üçün, həm tək şəkildə, həmçinin də dəst şəkildə əldə edə bilərsiniz. Daha sonra bu pakrivallardan əlavə nə deyə bilərik? Başqa Onlar həm pakrival, həm də ki yay yorğan kimi istifadə olunur. Onlar daxildir, dəstə daxildir prostinası, mələfə, yəni ki. plastina da var. Bəli, 2 yastıq üzü və 1 yataq örtüyüdür. Yüksək keyfiyyətli məhsuldur, Lara Grant markasına məxsusdur. Üz materialı sətin parçadandır, iç dolğusu isə bambukdandır. Yəni bunların fərqli rəng tonları var. Bəli, hər bir məhsulun rəng çeşidləri var, hər zövqə uyğun. Fərqli rəng çeşidləri də var. Üzərində krem rəngi, nə bilim, kapuçino, boz, pəmbə və s. kimi rəngləri, ən xodaboy, standart, daha çox tələbatlı olan rəng çeşidlərinin bütün burada da yəqin ki çeşidləri olacaq. Daha sonra sadə yataq dəsti istəyənlər, soruşanlar, axtaranlar, burada da baxın belə sadə yataq dəstləri. Bunların təkə taxtı neçədən başlayacaq? Tək nəfərliklər 20 manat, cüt nəfərliklər 25 manatdan başlayır. Təki 20, taxtı 25. Yerli istehsal olan məhsullardır onlar. Pambıq kriton parça ilə və yaxud da yarı pambıq parça ilə olan çeşidlər. Burada da fərqli nəyimiz var? Burada maraqlı yastıq üzü var. Qış, əsl qışlıq. Baxın belə fərqli biraz dekorativ. Bu yəqin ki dekorunu istifadə olunar, pakrival, yoxsa yastıq. Vilur yataq dəstidir. Vilur yataq dəsti. Hal-hazırda qış məhsullarına endirim var bizdə. Nə gözəl, qeyd eləyək də. Mövsüm dəyişilib deyənə qış məhsullarımıza böyük endirimlər var. Maya dəyərinə demək olar ki, bəzi məhsullar aşağı qiymətədir. Məhsullar dedikdə ədyallar, sonra nə hansılar nəzərdə? Yataq dəstləri var ki, vilur kimi, şuba model olan yataq dəstləri var, örtüklər var ki, qışa aid olan. O zaman həmən o məhsullara çatanda elə onu da videoda elə vurğulayaq ki, məsələn bunlar həmən endirimə düşən məhsullar sayılır. Bəli, bəli. Arxa fonda olan yataq örtüyüdür ki. Daha sonra baxın belə tüklü, hansı ki qışlar daha çox üstünlük verilir, istifadəsi həmən məhsullara, həmin kateqoriyada olan çeşidlərə mövsümlə əlaqədar endirimlər tətbiq olunub. 4 fəsil olan yastıqlarımızdır hal-hazırda endirim kampanyasında olan. Bu da sizə fürsət olar ki, dəyərləndirəsiniz. Yenə də yuxarıda fərqli xalat dəstləri də var. Həm cehizliyə, həm də gündəlik istifadə eləyə bilərsiniz. Daha sonra hədiyyəli və yaxud da nə bilim, xonçalıq, fərqli burada qablaşdırılmada əl üz dəsmalların açıq formada olan var. İndi inşallah onları göstərəcəm. Prosta elə buradan getdikcə bunu da göstərim. Çay dəsmalı çeşidləridir, tək əl üz dəsmalı çeşidləridir. Bunlar da qışlıq gedir, yoxsa? Onlar yaz payız gedir. Yaz payız. Bilet kimi istifadə olunur, həm yataq örtüyü kimi. 2.20-nin 2.40-a taxt ölçüdədir. Kənarı belə fərqli rəng tonlarda var. Arxa fonda inşallah göstərməyə çalışacağıq. Bunların pərakəndə satışı 28 manatdan başlayır. 25-28 manatdan başlayır. 25-28 manatdan. Mütəmadi sosial şəbəkələrdə canlı yayımlar açılır, endirimlər, kampaniyalar paylaşılır. Yenə də izləyib gəlin tekstil yazıb axtarışa verib tapa bilərsiniz. Aşağıda da inşallah qeyd eləyəcəyik. Bu tərəfdə də yenə bir fərqli yataq dəstləridir ki, yenə də burada fərqli çeşidlər qiymətinə görə, materialına görə, istehsalçı ölkəsinə görə fərqli qiymətlərə sizə təklif olunur. Burada da bilim maraqlı, baxın, qalın ədyallar və letni, nəzik və qalın ədyal çeşidləri də var. Yenə buradan baxa bilərsiniz. Mələfə çeşidləri irəlidə var, yoxsa burada göstərir? İrəlidə var. Burada da var. Burada yerli istehsalda var, türkün də var. Buradan qeyd eləmək məsləhət bildiyiniz hansı məhsullar varsa onu da deyək. Türk istehsalı, yerli istehsal var ölçüyə Mələfə görə. çeşidlərdir. Bəli, bəli. İki Kənarı yastıq üzüylədir. rezinlidir desən, Bəli, ha, rezinli modellərdir. Yastıq üzü yastıq üzü də daxildir, düzdür? Bəli, bəli. 2 ədəd yastıq üzüdür, bir mələfəsidir. Taxta yoxsa? Taxt üçündə var, tək nəfərliklər də var. Qiymətlər başlayır. Qiymətlər 15 manatdan başlayır. 15 manatdan başlayır mələfə dəstləri. Türk istehsalı. Yerli istehsallar 8 manatdan başlayır. 8 manatdan. Yəqin bunlar yerli olur. Bəli.
Baxın belə mələfə dəstləridir. Həm tək mələfə, yastıq üzü ilə olan çeşidləri də var, yastıq üzü. Bəli, bəli. Yastıq üzülü də var, yastıq üzüsü də var. Daha sonra isə keçirik digər tərəfdə olan, vitrinimizdə olan çeşidləri inşallah sizlərə göstərəcəm. Bir məlumatdan nəzər çatdırım ki, mağazada əvvəl digər filialda, demək elektronika satışı da olub. Hal-hazırda isə burada bəzi qalan çeşidlər var ki, kampaniya olaraq sizlərə təqdim edirlər. 300-350 manat üzəri alış etdiyiniz zaman pərakəndə alış, cehizli və s. Burada gördüyünüz elektronika məhsullarından istədiyinizi seçib sizə lazım olan, ehtiyacı olanları seçə bilirsiniz. Burada da fərqli çeşidlər var. İstir fen olsun, ütü olsun, blender olsun, tosteri olsun, fərqli fendir, saç fenləridir, bir neçə saç ütüləridir. Sonra kofe dəmləyən aparatlar kimi fərqli elektronika avadanlıqları da var ki, xırda məişət texnikaları. Yəni bunlardan sizə hədiyyə olaraq təqdim olunan 300-350 manat bu civarda. Yenə də mağaza əməkdaşlarına gəldiyiniz zaman bunları da soruşub dəyərləndirə bilərsiniz. Aşağı hissədə yenə öncə qeyd etdiyimiz həm də fərqli olan örtük dəstlər çeşidləridir ki, fərqli rəng tonlarında olan çeşidləri var. Bunlarda da qiymət yenə ən baha pakrivalımız 50 manatdan başlayaraq maksimum neçə manata qədər? 170 manata kimi gedir. 170 manata qədər olan çeşidlər var. Öz büdcənizə uyğun fərqli çeşidlərini gəlib tapa bilərsiniz. Daha sonra divan üstü çeşidləri. Divan üstü çeşidlərin qiymətimiz başlayır 43 manatdan başlayır. 43 manatdan başlayır. Dəslilər. Təklilər isə 17 manatdan başlayır. Oturacaq üçün olan çeşidlərdə yoxsa 360-lar da var? Oturacaq üçün olanlarda. Hamısı oturacaq. Bəli. Oturacaq üstü olan modellərdir. Yəni bunlar da arxası yapışqanlı dediyimiz üç parça, tək parça da Hal-hazırda düzdür, azalıb, mal vurmuşuq. İnşallah ki, ən qısa müddətdə bütün çeşidlərlə, bütün rəng çeşidləri ilə zövqə, büdcəyə uyğun yeni mallarımız gələcək. Yəni təkcə divan üstləri bundan fəaliyyət göstərməyəcək. Davamlı şəkildə yeni mallar gəlir. Fərqli hal-hazırda da yenə burada çeşidlər var. Fərqli rəng tonları ilə baxın belə maraqlı. Yüngül, letni, yaylıq. Arxası yapışqanlı. Yox, bu arxası. Belə tək nəfərli. Bunlar da oturacaq üçündür, düzdür? Onlar həm oturacaq, həm də arxa divarı tutur. Bunlar yay modelləridir. Həm qışdır, yəni həm qalın, həm də nəzik olan modellər var. Daha sonra dəsmal çeşidləri gəlir. Dəsmal çeşidlərində yenə də burada həm Türkiyə istehsalı düzdür, həm Bəli. yerli istehsal var, Gilanın və s. kimi olur. Dəsmallarda yerli istehsallarımız hal-hazırda bitib, Türk və Pekin istehsalı qalıb. Həm otel üçün olan tək rəngli ağ otellər, istirahət mərkəzlərinin istifadə etdiyi ən çox belə sadə ağ pambıq çeşidlərdir. Həmçinin də rəngli, gündəlik istifadədə olan çeşidlər. Bunlar da həm cehizliyə aid, həmçinin gündəlik istifadəyə aid sadə çeşid teksturada olan çeşidləri var. Qiymətləri minimum neçədən başlayır və hansı ölçülər var? 3 manatdan başlayır, 50-nin 90-a, 50-nin 85-ə 50 dəsmalları başlayır. Can dəsmalları isə 70-in 1.40 ölçüdən başlayır. Qiymətlər isə can dəsmalları 7-8 manatdan başlayır. Can dəsmalları. Bəli, 50 dəsmalı isə 3 manatdan. 50-lər 3 manatdan, can dəsmalları isə 7-8 manatdan başlayaraq gördüyünüz kimi bu divar boyunca fərqli yəni teksturada, qalınlıqda, ipliyinə görə, qramajına görə fərqli çeşidləri var. Daha sonra digər süfrə çeşidləridir. Süfrə çeşidləri də yenə vilur, ceyran dərisi, kətanlarımız var. Ləkə saxlamayan, su keçirməyən materiallar. Yəni material olaraq, kalite olaraq çeşidlərimiz çoxdur. Həm cehizlik, həm günlük həyatda istifadə üçün. Bunlar su keçirməz. Bəli. Ləkə saxlamır, su keçirmir. Rəng çeşidləri də var. Ölçü olaraq da 6 nəfərlikdən başlayaraq 8, 10, 12 Bəli. Bütün masalıq olan ölçülər var. Vilur çeşidlər var. Biraz yaxından zəhmət olmasa götürür. Sonra deyirlər ki, uzaqdan göstərsiz görmür. Daha sonra belə sadə bunlara nə deyirdilər? Qurjval modellər. Küpürlü atlas deyirdilər deyəsən o vaxt. Onlar kətan üzərindədir. Kətandır. Amma atlas deyil, kətan üzərindədir. Atlas süfrələrimiz də var. Sadələr belə sadələr bu 2.70 9-8 nəfərli idi.
Bunlar 6 nəfərliklər neçədən başlayır sadələri? 20-25 manatdan başlayır. Minimum qiymət 20-25 manatdan başlayır. 70-80 manata kimi süfrələrimiz var. Yenə də öz zövqünüzə, büdcənizə uyğun sata biləcəyiniz məhsulları gəlib seçib tədarükünü eləyə bilərsiniz. Bunlar da yəni boz rəngdə, fərqli. Say dəsmalı, mətbəx dəsmalları çeşidləri. Bunlar da məşhur 5'li, 3'lü çeşidləri olur. Burada neçədir? Qalın, bunlar biraz qalındır elə bir. Qalın mikrofiber bezli. Bunlar minimum neçədən başlayır bezlər? Bezlər başlayır, məsələn üçün mətbəx üçün olan bezlər başlayır 1.50-dən, mətbəx üçün əl üz silgilər başlayır isə belə qap silmək üçün. Pambıq materialda da onlar başlayır 4-5 manatdan. Bir ədədi. Materialına görə yenə fərqli çeşidlər var. Pambıq, hopdurması daha yaxşı olan çeşidlər var. Bunlar məsələn mikrofiberlər gedir, biraz daha mətbəxdə gündəlik, mətbəx stol üstü silməkdə və s. kimi daha çox istifadə uyğundur. Amma belə say dəsmalı da var ki, yenə qurulamaqda filan da su çəkimi daha yaxşıdır. Bunlarda fərqli burada çeşidlər var. Fərqli teksturada, rənglərdə olan modelləri var. Qiymətlər bunlarda da 4-5 manatdan başlayaraq ikili çeşidlərdə, düzdür? Bəli. İkili şəkildə 4-5 manatdan başlayır. Burada da yenə fərqli dairəvi formasında olan çeşidləri var. Təkli, bunlar bonelərdir. Bəli. Saç boneləri. Su çəkən. Baxın belə dəsmal setləri də var. Bunlar hamısı dəsmal setləri sayılır. Bəli. Yuxarıda da var. Bunu görmədim. Yuxarıda da var belə cehizliyə, yenə hədiyyəlik üçün seçimlər, fərqli seçimlər var. Rəng tonları da fərqli rəng tonları ilə. Bu dəstlər neçədən başlayır? Nümunə minimum. O dəstlər hal-hazırda maya dəyərinə qoyulub. Maya dəyəri nə qədər? Demək olar ki, məsəl üçün 35-ə olan var, 45-dən 35-ə düşüb, 55-ə satdığımız dəsmallardır Lara Grant'ın. Onlar hal-hazırda 42 manata, 41 manata əldə edə bilərlər. Baxın cehizliyə, bunlar məsələn bu modellər çox yaxşıdır. Yəni ölçülər də böyük olaraq, ölçülər də xanım qeyd etdiyi kimi. Demək 33-ün 70-ə var, 30-un 50-yə, 50-nin 90-a, 70-in 1.40-a. Bəli. 3 ölçüdə. Əyaq, əl-üz və can dəsmalı. Və bizdə mağazada 4-5 məhsulu birdən əldə edəndə əlavədə endirimlər olunur. Pərakəndə alışı nəzərdə. Bəli, pərakəndə. Pərakəndə alışda tutaq cehizlik üçün və yaxud da evinizə yeni köçmüsünüz, dəyişmisiniz. Toplu şəkildə alış etdiyiniz zaman, yəni pərakəndə alışdan söhbət gedir ki, əlavə faiz endirimlər olunur. Topdan alış qiymətləri isə tamamilə yenə fərqli qiymətə təklif olunur. Öncə qeyd etdiyimiz rezinli çarşafların burada yenə fərqli çeşidləri var. Tək rəng, həm tək, həm də taxt üçün olan ölçüləri burada yenə yığılıb. Bəli. Daha sonra bunları da paylaşmışsınız ki, dünənləri baxdım. Bəli. Burada birini açıb göstərək. Baxın, belə tüklü, bunu elə yayqış da istifadə edir. Pakrival kimi istifadə edə bilərsiniz. Həm pakrival, həm bilet kimi istifadə olunur və bunlar hal-hazırda endirimdə olan məhsullardır. Tək nəfərlik 15, taxtı neçə idi? 19 manat. Taxtı 19 manata. Baxın, belə üzəri toxunmalı elə bil teksturadır. Bunların rəngləri var yoxsa? Xeyr, rəng çeşidləri yoxdur, təkcə kareçin rəngi qalıb. Qəhvəyi kareçin rəngidir, tüd, bordo kareçin rəngində olan çeşidlər. 15 manat təki, 19 manat, 19 dediniz? Bəli, 19 manat 3 nəfəri. Daha sonra son olaraq isə burada olan ədyal çeşidləridir. Bunlar deyəsən 200'lü ədyallardır. 200'lü bambuk ədyallardır, istehsal Türkiyənindir. Türkiyə istehsalı. Qiymətlər? Qiymətlər 25 manatdan başlayır. Tək nəfərlikləri. Tək nəfərliyi, bəli, cüt nəfəri 28-dən başlayır. 25-28 manatdan başlayır. Fərqli yenə də teksturalarda gördüyünüz kimi. Həm bunlar marka gedirdi. Marka teksturasında olan Dior'dur. Nə bilim burada. Hermes var. Hermes'dir. Fərqli rəngləri var. Qışa keçid, yaydan qışa, qışdan yay keçid olanda ən yaxşı fürsətdir ki, həmən vaxtlarda gəlib alıb daha uyğun qiymətlərdə. Hər bir malın mövsümündə qiyməti daha yuxarı olur. İstəyir geyimində olsun, istəyir ev tekstilində olsun. Bu kimi elə mövsümün təzə dəyişən vaxtıdır. Qışdan, payızdan yaya keçid dövrüdür ki, elə bu video vasitəsilə də sizlərə
bu lap yerinə düşdü ki, fürsətdən istifadə edib gəlib rahat şəkildə bu dəyərləndirəsiniz ki, bu uyğun qiymətlərlə alışını edib qışda rahat şəkildə istifadə eləyəsiniz və yaxud da hədiyyəlik, cehizlik, nişanlı olan, övladı nişanı olan, toy gözlədiyiniz şəxslər varsa da alıb daha uyğun qiymətlə aparıb hədiyyəlik eləyə bilərsiniz. Bu qədər dostlar, ümid edirəm ki, bütün məhsulları sizə göstərdik. Kimlərsə bu sahədə satış edir, ən stabil kateqoriyalardandır ki, ev tekstili sahəsində il boyu satışını eləyə bilirsiniz. Biznesinə başlamaq istəyənlər varsa da tövsiyələrimizi verə bilərik. Azdan çoxdan məndə də təcrübə var. 2-3 il tekstil sahəsində fəaliyyət göstərmişəm. Həmçinin də bu mağazanda əməkdaşlıq əlaqə saxlayıb yenə də buradan da tövsiyələrinizi ala bilərsiniz. Ümumi olaraq nə qədər büdcə lazımdır, hansı çeşidlər daha çox satılır, həmin çeşidlərə də üstünlük verəsiniz. Ətrafınızda bu işi görənlər varsa da bu videonu da həm şəxslərlə paylaşın ki, onlar da tanıyıb faydalansınlar. Kanala abunə olmağı və video bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.